İnsan o zaman ki nəfsini sındırmır, axırda namaz qılmağını da, dinə xidmət eləməyini də, bütün keçmişini hədər edir. Çünki hamısını öz nəfsinə yem qərar verir və başlayır nəfsi böyüməyə. Mən neçə ilin namaz qılanı, mən filan işlər görmüşəm. Nəfsi otuzdurasan gələ yerində ki, ged otur yerində. Eləmisən, böyük iş görməmisən. Onu ki, bıraxdın, çətinliyinə dözmədin, ondan sonra görürsən ki, yaxşılıqların cəhənnəmə getməyə səbəb olur. Bunu yadda saxlayın. Ramazan ayında sizə deyirəm, gələn il Ramazan ayına qədər düşünün, yadınızda saxlayın. Allah bir çətinlik verəcək. Mübarizə aparacaqsan, asanlaşacaq. Elə bilin qutardı, yox. Ondan artıq çətinlik verəcək. Mübarizə aparacaqsan, görəcək, yox, asandır. Bilirək, Allahı ki, Allahdan bürüyün. Bilir ki, artıq asanlaşdı. Sən nə qədər çətinlik də göstərsin, yox, mübarizə aparın asanlaşdır. Növbəti çətinlik ondan da ağır. Növbəti çətinlik ondan da ağır. İdmanla məşğul olanlar yəqin ki, mənim başım çıxmır, amma təxminən təsəvvürüm var, təsdiq eləyərlər ki, yəni bu sadə bir şeydir. Bunun üçün çox da böyük mütəxəssis olmağa ehtiyac yoxdur. Əvvəl az çəkini qaldırırlar. O çəki asanlaşır, sonra çəkini yəqin qaldırırlar, sonra biraz qaldırırlar. Həyat belə bir şeydir ki, yükünü artıra gedir Allah. O gün ki, bu imtihan sənə asanlaşır, gözlə təzəsi gələcək. Sən asanda qalmayacaqsan. Təzəsi gələcək ondan çətin. Onunla mübarizə aparacaqsan, asanlaşır. Heç vaxt demə, day nə oldu, bəs asan qutaracaq bu. Belə söz demə. Axıra qədər belədir. Son nəfəsə qədər. Tükənmir, bitmir. Əvvəldən hazır olmasan çəkə bilməyəcəksən. Allah vurur, bizi görsün nə qədər təslimi. Vurur, təslim, vurur, təslim, növbəti dəfə vurur, axıra qədər vurur. Axırda o yerə gəlir, çatır ki, İmam Hüseyin əleyhissalam o çuxur yerdə uzanır, deyir, ilahi təslimən li əmrik, axıra qədər təsliməm, axıra qədər. Yorulmuram mən, bezmirəm mən. Bəla yağışı yağır, bu nə qədər, belə söz demir. Bilir ki, yolun qaydası budur, axıra qədər, axır sözdə budur ki, təslimənli əmrik, yorulmuram, bezmirəm, çətinlikləri çətinlik dalıcan yağdırır. Əlbəttə qorxmayın, tutuma uyğun eləyir, hamıya İmam Hüseyin imtihanı verməz. Ondan arxain eləyirəm sizi. Baxır, özü bilir, tutumumuz nə qədərdir, onu bilir. Onu bilir. Amma hamı üçün özünə uyğun çətinlik var. Mən ona görə bu Ramazan ayında hamımızın diqqətini dində çətinlik mövzusuna yönəldirəm. Əvvəla bu tək dinə aid deyil, həyat çətindir. İkincisi, dinin də yolunun öz çətinliyi var. Bu çətinliyə diqqət eləmək lazımdır. Bəziləri zirənlik eləmək istəyir, maniyələri qaldırmır, ötür yanından keçir. Göbə ağıllı adamdır. Cəmaatın ağlı çatmırmış. Allah daşı qoyur yolun qabağına, deyir götür, qoy kənara. Daşı götürüb qoymaqla biraz gücdən. Növbəti daş götür, qoy qırağa, biraz da gücdən. Bu gəlir daşın yanından keçir, belə gedir. Belə dindarlarımız var. Keçir daşların yanından. Axırda da bədbəxt olur. Bu istəyir ki, rahat getsin, zirəng olsun. O yerdə ki, müsəlmanlıq bunun nəfsinə keyf verir, orada müsəlmandır. O yerdə ki, müsəlmansılığa görə əziyyət çəkməlidir, o yerdə müsəlmandır. Nə çoxdur belə möminlərimiz. Deyirsən, qardaş, pulundan keçməlisən, bu dinə kim xidmət eləməlidir? Kim xidmət eləməlidir? Bu dinə sual verirəm, kim xidmət eləməlidir? Heç kəs. Mən belə dindaram, axşam iftara çağır, oturaq, hədis deyək, gülək, danışaq, keyf eləyək. Sən moizə elə, mən sənə qulaq asım, eşq eləyim. Nəfsinə mübarizə, varından, dövlətindən, sərvətindən keçmək çətinliyinə dözmür. Biri də danışanda elə bilir, minbərdən danışan bunun cibinə girmək üçün bu sözü deyir. Belələri də var, amma mənim onlarla işim yoxdur. Məni ki, onlara aid eləməyəcək. Bu qədər insafsızlıq eləməzlər. Rahat yol tapıb özünə. Ən-nas əbidud dünya, İmam Hüseyin ağa buyurur.
Bax, həmin o dediyim möminlər. İnsanların çoxu dünyanın quludur. Və din la'iqun ala əlsinətihim. Din dillərində gəzir, boş sözdür. Nə vaxtda qədər ki, dinin hesabına yaşayırlar, Hacı buyur, Kərbəlayı buyur. Dindən hörmət qazanır, dindardır. Və izə muhhisu bil bəla qəllət dəyyanun. Elə ki, bəla çətinlik, görsən qalmadı, qaçdı. Az qalır dindar. Az qalır. Bax, həmin çətinlik məntiqini qəbul eləməyib, rahat yolla Allaha tərəf gedənlər. Hamıdan çox zirəng özünü hesab eləyənlər. Axırda bədbəxt olur. Bilmirəm, deyəsən, açıqlaya bilirəm nəzərimdə tutduğumu. Biri bir meçidə gedir, bir gün, 2 gün, 3 gün Allah imtihan edir. Bir nəfər göndərir, ona əziyyət edir, acı söz deyir. Maşallah, meçidlərimizdə də var belə adamlar. Əziyyət verir ona dili ilə. Bu deyir, mən bu meçidə daha getmirəm, küsmüşəm, gedir o biri meçid tapır. Orada mənim üzümə gülsünlər. Onlar mənim üzümə gülsün, mən də onların üzünə gülüm. Görmüşsünüz üzündə təbəssüm olan, dırnaq arası əxlaq sahibi möminlər. O özünə qarşı, başqalarına qarşı hiləgərlik eləyir. O sənin ürəyini sındıran, qürurunu sındıran möminə təbəssümlə baxardın. Onun müqabilində təbəssüm göstərərdin, mübarizə aparardın, onda deyərdim. Yoxsa qaç mübarizədən, gedim o yerə ki, hamı mən istəyən kimidir. Odur ki, belə adamlar deyir, cəmiyyət də xarab olub. Bu cəmiyyət heç, o cəmiyyət heç, bu cəmiyyət heç. İstəyir rahat yol tapsın, elə bir yer axtarır ki, hamı bunun istədiyi kimi olsun. Mən demirəm, onu acılayan möminə bəraət vermirəm, o özü cavabını verəcək ki, niyə möminin ürəyini sındırdın, o heç. Amma sən özündən fikirləş ki, mən çətinliksiz niyə yol axtarıram ki, məsələn, filan meçiddə mənə acıladılar, mən də o meçiddə getmirəm. Gedim o yerə ki, hamı mənim üzümə gülsün. Bu rahat yol axtarır Allaha tərəf getməyə. Onu da tapa bilmir. O adamın üzünə gül ki, sənin qürurunu sındırır, amma bu deyir, qələt eləyir, o kimdir mənə bu sözü desin?